Terapiyanın gedişatı haqqında danışmaq istəyərdim. Bunu sadə dildə, hər kəsin başa düşəcəyi bir tərzdə. Necə olur ki, məsələn, hər hansı bir xəstəliklə bağlı müraciət edəndə fiziki və yaxud da psixoloji bunun şuuraltı yaranma səbəbini necə terapiya olmuş. Məsələn, istənilən baş ağrısı olsun, panik atak olsun, səbəbi bilinməyən xəstəlik olsun, hər hansı bir preparatın sağalda bilmədiyi xəstəlik olsun. Məsələn, biz necə, bunu sadə dildə necə izah edirəm? Məsələn, bir uşağı götürüb atın suya, qışqırıb ağlayacaq, düzdürmü? İstəməyəcək, qorxur, bilmir orada nə olacaq. Ona deyirik ki, sənə üzməyi öyrədirəm, düzdür? Uşağı suya atsanız, qorxacaq, panik atak keçirəcək, ona hazır deyil. Terapiyanın da hazırlıq prosesi var. Məsələn, bir proqram, hansı ki mənim terapiyalarımda şəxsən illərlə istifadə etdiyim bir proqram, 21 günlük və 63 günlük proqram və onun üzərində artıq pasiyentin istədiyi nəticəyə getmək üçündür. Uşağı atdıq ki, suya, sən üzməyi öyrən. Bu 21 əslində məqsəd nədir? Üzməyi öyrətmək və yaxud hər hansı bir xarici dili öyrətmək. Sən xarici dili necə öyrənərək? Birinci, söz bazamız olur. İlk öncə dərk edirik, söz bazamız olur. İki sözdən ibarət cümlə qururuq. Ümumiyyətlə, evdə o hava yaranır ki, xarici dili gündəlik istifadə etsin. Və yaxud da ki, uşaq üzməyi öyrətmək istəyirik. Hər hansı bir panik atakı olan, su qorxusu olan insanı. Birinci, suda durmağı, sonra yavaş-yavaş qollarını hərəkət etməyi, sonra suyun üzərində, altında, yəni müxtəlif tədricən bu uşaq, bu insan su ilə bağlı qorxuları getdikcə yavaş-yavaş üzmək prosesində öyrənir. Terapiya da belədir. Məsələn, biz hər hansı bir xəstəliklə, baş ağrısı, panik atak, yaxud da əllərin uyuşması və yaxud da ki, hər hansı bir daxili xəstəliklər, istənilən bir xəstəliklər. Terapiyada bunlar etap-etap gedir. Etap-etap biz 21 günə yavaş-yavaş onu öyrəşdirməyə başlayırıq. Bədəni, düşüncəni öyrəşdirməyə başlayırıq. Yeni bir prosesə addım-addım gedirik və sonuncu 21-ci gündə artıq getdiyimiz günün bir nəticəsini ortaya çıxardırıq. Kiçik də olsa, böyük də olsa o insanın potensialına uyğun bir nəticəni tapırıq, ortaya gəlir. Sonra biz o nəticəni olduğu kimi bizi qane etmir əlbəttə ki, biz daha yaxşı, daha da irəli getmək istəyirik. O zaman davam edirik. Tək insanın şuuraltısı bunu edə bilmir. Çünki yolu görə bilmir. Ona görə hər zaman bizi apara biləcək insana, o ışığı səbirli olub, təmkinli olub, o ışığı yolun sonuna apara biləcək bir şuuraltı mütəxəssisə ehtiyac var, psixoloqa ehtiyac var. Ona görə də aldığımız 21 gündə və yaxud da 63 gündəki nəticə və ya onun üstündəki bir əlavə bir nə qədər davam edərsənsə seansı, o qədər sən irəli gedə biləcəksən prosesin içində. Haradakı dayandıq, hansı ki seansda biz dayandıq, oradan irəli insan düşünür ki, özü gedə biləcək. Və yaxud da ki, bunun bir yolunu tapıb artıq. İnsanın məntiqi tapa bilər onu, şuuraltısı tapa bilməz. Çünki insan özünü məntiqi düşünüb ən yaxşı yolu seçdiyini düşünə bilər. Məsələn, insan deyir ki, seansa verdiyim pulu gedək səni nə edək, gəzdirim, əyləndirim və yaxud ki, nələrsə alım, nələrsə edim. Sənə ehtiyac yoxdur, sən özün davam edəcəksən. O insan onları edir. Nələrsə alır, nələrsə edir, gəzir, doyur. Yenə də o yeni bir proqrama keçə bilmir şuuraltı. Çünki hər gün onun üzərində durub, başının üstündə durub, yeni proqram yazan
yeni bir insana məxsus proqramı yazan bir mütəxəssis yoxdur. O insan məntiqi ilə keçmiş proqramı təkrar edir. Keçmiş proqramda nə varsa, nə yazılıbsa, onu davam etdikcə biz yeniliyə gedə bilmirik. Yəni insan özünü kənardan, məntiqi, kənardan şuuraltısını görə bilmir. Ona görə də getdiyi yolu düşünür ki, doğrudur. Amma yenə də fırlanır, başladığı yerə labirint kimi çatır. Labirinti görmək üçün o insanın şəxsiyyət pozuntuları, o insanın düşüncələri, o insanın psixoloji vəziyyətini kökdən görmək, həll etmək önəmlidir. Bu proses bütün psixoloji, fizioloji xəstəliklərə də aiddir, həll edilməsinə də aiddir. Ona görə də insan bu prosesin içində ən çox istifadə etdiyimiz nədir? Özünə özünə kömək ol, özünə özünə psixoloq ol, özünə kömək et. Sənə ehtiyac yoxdur. Bu prosesi deyim ki, mümkün deyil, etmək mümkün deyil. Ona görə də bizim şuuraltımızı tanıyan mütəxəssisə ehtiyacımız var ki, bizim əlimizdən tutsun, bizi o yolu sonuna kimi aparsın. Həmin yolda biz deyirik, getmək istəmirəm, bəhanə istəyirəm, bugün halım yoxdur və istənilən bəhanələr olur. Şuuraltı çünki dəyişmək istəməz. Ona görə də özümüzə kömək edə bilmirik. Ona görə də şəxsiyyətimizin problemlərini kənardan görə bilmirik, hansı şəxsiyyətə sahibiyik onu görə bilmirik. Və bu prosesi sonuna çatdırmaq üçün sənin yanında səni aparan bir mütəxəssisə ehtiyacın var. Tələsmədən, hər gün damla-damla o problemləri həll edərək. Bu qədər. Təşəkkür edirəm.